Milmuğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğan Gəncəli kənd tam orta məktəbində araşdırma aparıb. Araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun küllü miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir. Afiq Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib. Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar. Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman küllü miqdarda heroin aşkar edilərək götürülüb. Azadi Babayev narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığını etiraf edib. Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. Sahib Zeynalova məxsus avtomobilə baxış zamanı oradan küllü miqdarda metamfetamin aşkarlanaraq götürülüb. Bundan əlavə keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənəkollar aşkarlanıb. Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.